Xalqımızın qan yaddaşına çevrilən 20 yanvar hadisələrindən 36 il ötür. Həmin günlərin canlı şahidlərindən biri də Qax rayonunun Armudlu kənd sakini Vaqif Kərimlidir. 1990-cı ildə 32 yaş olan qəhrəmanımız yanvarın 18-dən 19-una keçən gecəyə işi ilə bağlı Bakı şəhərinə gedib və həmin hadisələrin canlı şahidi olub. O, tələbə olan qardaşları ilə birlikdə Sovet əskərlərinin açdığı snayper gülləsindən son anda yayına bilib. Qırdım qardaşıma əyil, atırlar snayperdən. Biz qaça-qaça getdik. Yenə də Semaş Cərrahiyyə xəstəxanasına yaxınlaşdıq. Gördük artıq demək bütün mərtəbələri biz gəzdik. Hər bir mərtəbənin giriş qapısının qarşısında yaralananlar haqqında məlumatlar yazılmışdı artıq orada. Yəni kimlər yaralanıb, onların şöbəsində demək, kim axtarırsa gəlib onları tapa bilərlər. Həmin gecə xalqımızın mərdliyinin və qorxmazlığının şahidi olduq. Azərbaycanda haqq ədalətin müdafiəsi yolunda canlarından keçən vətən övladları qanlı 20 yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdı. Təcili yardım maşınları yaralıları gətirməyə başladılar siqnallarını verərək. Biz orada kömək elədik, demək xərəklərə kömək elədik, xəstə yaralıların yuxarı mərtəbələrə qaldırılmasına. Biz orada demək bu işləri görərkən birdən işıqlar söndürüldü. Mən qardaşıma dedim ki, get həyətdən kimdə şam varsa, şam yığışdır, gətir gəl, onun işığında əməliyyatı davam etdirsinlər. O qaça-qaça getdi, hardasa 5-6 dəqiqə keçdi. Əlində bir koma şamla qayıdıb gəldi və əməliyyatı davam etdirməyə başladılar. Bu 36 ildə çoxlu dəyişikliklər olacaqda. Xalqımız, dövlətimiz üçün parlaq günlər hələ qabaqdadır. İlkin Piranov, Diana Cəlali, Spice Xəbər, Qax.